İndi isə baxırıq əyrixətli hərəkət bölməsindən çevrə üzrə bərabər sürətli hərəkət mövzusuna. Bu mövzunun da yenə ilk sualları o qədər izaha ehtiyacı olmayan suallardır, əzbər sualları olan var. Onları keçmək istəyirəm. Məsələ hardan başlayır? 20-ci sualdan başlaya bilərik. Deməli, 20-də deyir ki, cisim radiusu 4 metr olan çevrə üzrə 8 metr böl saniyə sürətlə hərəkət edir. Onun dövrətmə periodunu hesablayın. Deməli, biz verilənləri qeyd eləyək. Bizə nə verilib burada? Radius. Deməli, R bərabərdir 4 metr. Daha sonra çevrə üzrə 8 metr böl saniyə sürətlə hərəkət edir. Deməli, sürət verilib V bərabərdir 8 metr bölünsün saniyə. Daha sonra onun dövrətmə periodunu hesablayın. Bir də bizə P-nin qiymətini verib 3 və periodu tapmamızı istəyir. İstifadə edəcəyimiz düstur V bərabərdir omega R düsturudur. Buradan da omeganı açsaq biz görərik ki 2 pi bölünsün T. Omeganın düsturunu bu şəkildə, yəni periodla bağlı düsturunu yazıb bu şəkildə aça bilərik. Vurulsun radius. Bərabərdir. Daha doğrusu bərabərdir yox, bizdən periodu tapmamızı istəyir. Buradan da periodu tapsaq, bilirik ki, sürətin məxrəcində 1 var və bunlar çarpaz vurulur. Yəni 2 pi R 1-ə vurulur, V isə T-yə vurulur. V vurulsun T. Buradan da periodu tapanda sürəti keçirdirik bərabərliyin digər tərəfinə. Burada vuraqdır, digər tərəfə keçirəndə artıq bölək olur. Onda qalır T bərabərdir 2 pi R bölünsün V. Qiymətləri yerinə yazıb biz buna hesablaya bilərik. 2 pi-nin qiymətini 3 verib, vurulsun 3 R radiusu 4 verib, bölünsün sürət isə 8 metr bölünsün saniyədir. Buradan ixtisarlarımıza aparsaq qalar 3 saniyə. Cavab olur C variantı. Baxaq 21-ə. Deməli, 21-də deyir, cismin radiusu 5 metr olan çevrə üzərində 5 tam dövr etdi. Bu cismin getdiyi yolu hesablayın. Yenə verilənləri qeyd etməliyik. Verilib bizə radius 5 metr. Daha sonra 5 tam dövr etdi. Dövrlərin sayı böyük N hərfi ilə işarə olunur. 5 dövr. Bu cismin getdiyi yolu və bizə verib P-nin qiymətini 3 və getdiyi yolu, yəni L-i istəyir. L bərabərdir sual. Buradan L-i necə taparıq? Cisim çevrə üzrə hərəkət edirsə, buradan mümkündürsə mən bir çevrə çəkim. Deməli, biz bu cismin, məsələn, cisim A nöqtəsindən hərəkətə başlayıb və 5 tam dövr edir. Bunu tapmaq üçün çevrənin uzunluğundan istifadə etməliyik. Yəni, bu cismin getdiyi yolu hesablamaq üçün çevrənin uzunluğunu 2 pi R-i vururuq dövrlərin sayına. Bu çevrə üzrə hərəkətdə gedilən yolun ifadəsidir. Çevrənin uzunluğu vurulsun dövrlərin sayı. O da bərabərdir. 2 vurulsun P-nin qiyməti 3, vurulsun radiusun qiyməti 5, vurulsun dövrlərin sayı da 5. Bunları da vursaq, 5 dəfə 5, 25, 2-yə vursaq, 50, 3-ə vursaq, 150 metr etmiş olar. Cavab olur A variantı. Sonra 22. Dövrətmə periodu 12 saniyə olan cisim çevrənin A nöqtəsindən hərəkətə başlayır. 9 saniyə sonra cisim hansı nöqtədə olar? Deməli, bizdən dövrətmə periodunu veribdir 12 saniyə. Və bu cismin 9 saniyə sonra hansı nöqtədə olacağını soruşur. Biz burada əvvəlcə cismin periodun hansı hissəsini getdiyini bilməliyik. Periodun cisim 12-də 9 hissəsini gedib. Bunu da ixtisara aparsaq görərik ki 4-dən 3 düşər. Yəni cisim bu çevrənin 4-dən 3-ünü gedibdir. 4-dən 3-ünü getsə çevrənin burada baxın 4 yerə bölünübdür. Bu birinci hissə, bu ikinci hissə, bu da üçüncü hissə. Cisim gəlir 4-də 1. Burada olur artıq 2-də 1-ni, yəni çevrənin yarısını gəlib. Burada isə olur 4-də 3. Yəni cisim çevrənin 4-də 3-ündə, yəni cisim 9 saniyə sonra D nöqtəsində olur. 23. Avtomobilin təkərinin tezliyi 40 saniyə üstü -1 olarsa, təkərin dövrətmə periodu neçə saniyə olar? Biz bilirik ki, periodla tezlik bir-birinin əksidir. Bizdən tezliyi veribdir, nü bərabərdir 40 saniyə üstü -1. Biz bilirik ki, period da tezlik bir-birinin tərs qiymətinə bərabərdir. Yəni, period bərabərdir 1 bölünsün, nü yaza bilərik. 1 bölünsün 40, nünün yerinə də 40 yazırıq. Deməli, bu da eləyər 0,025 saniyə. Burada cavablarda həmin variant yoxdur, cavablarda səhvlik var. Bu 0,025 olmalıdır. 24. Cisim radiusu 160 metr olan çevrə üzrə bir tam dövrü 2 dəqiqəyə qət etdi. Bu cismin sürətini hesablayın. Deməli, yenə verilənləri qeyd edirik. İlk növbədə bizə verilib cismin radiusu 160 metr.
çevrə üzrə bir tam dövrü, yəni dövrümüz bir dövrdür. Daha sonra 2 dəqiqəyə zaman t bərabərdir 2 dəqiqə. Bunu da saniyəyə çevirsək olar 120 saniyə. Bu cismin sürətini hesablayın. V bərabərdir sual. V bərabərdir sual. P-nin də qiymətini verib bizə 3 verib. Yenə bayaqki sürət düsturu yazdıq biz. V bərabərdir omega R yazmışdıq. Bu dəfə omeganı bilirik ki, ümumiyyətcə bu düsturlar var. 2 pi bölünsün t. Daha sonra 2 pi nü və bir də var 2 pi böyük yen bölünsün kiçik t. Bu şəkildə düsturlar var omega. Biz bu düsturların indi hər birini lazım olan yerdə istifadə etməyi bilməliyik. Burada baxırıq ki, verilənlərə baxırıq. Böyük yen var, kiçik t var. Deməli, bu düsturdan istifadə etməliyik biz. Omeganı yerinə yazırıq. 2 pi böyük yen bölünsün kiçik t. Vurulsun radius, o da düsturun özündədir. Bərabərlik hesablaya bilərik. 2 vurulsun pi-nin qiyməti 3, vurulsun dövrlərin sayı 1, bölünsün zaman da 120 saniyə. Vurulsun radius var, o da 160 metr. Buradan ixtisarlarımıza aparsaq sıfırlar gedər. 2 dəfə 3 6 eləyir. Bu 12 ilə ixtisar gedir. Burada qalır 2. 16-nı da 2-yə bölsək eləyər 8 metr bölünsün saniyə. Cavab olar C variantı. Baxaq 25-ə. Avtomobilin təkərinin dövrətmə tezliyi 20 saniyə üstü -1-dir. Təkərin radiusu 40 sm olarsa, avtomobilin sürətini hesablayın. Və görürük ki, bizə cavabları metr bölünsün saniyə ilə veribdir. Yenə verilənləri qeyd etməliyik. Verilib bizə tezlik, yəni buradan qeyd edirəm. Nü bərabərdir 20 saniyə üstü -1. Daha sonra verilib təkərin radiusu 40 sm. 40 sm. Biz bunu metrə çevirsək nə eləyək? 100-ə bölməliyik. Yəni onlar 0,4 metr. Və pi-nin qiymətini verib bizə, o da 3-ə bərabərdir. Avtomobilin sürətini isə hesablamamızı istəyir. Yenə bayaq yazdığımız düsturdan deməli, burada yazaq. V bərabərdir omega R. Və omeganın yerinə nə yazmalıyıq bu dəfə? Nü var. Deməli, bu kəmiyyət 3 düstur 2 pi bölünsün t, 2 pi nü və 2 pi n bölünsün t. Burada görürük hansı düsturda bizdə olan kəmiyyət nüdür, yəni nünün olduğu düsturda budur. 2 pi nü. Omeganın yerinə yazırıq 2 pi nü vurulsun radius. O da bərabərdir. 2 vurulsun 3 vurulsun nünün qiyməti 20. Vurulsun radius isə 0,4 metr tapdıq. Deməli, burada vursaq 0 gedir 8. 8 dəfə 2 16. 16-nı da 3-ə vursaq eləyər 48 metr bölünsün saniyə. Cavab olur B variantı. Deməli, 26. Aşağıdakılardan hansı skalyar fiziki kəmiyyətdir? Burada deməli, sürət vektorial kəmiyyətdir, qüvvə vektorial kəmiyyətdir, təcil vektorialdır, dövrətmə periodu skalyar kəmiyyətdir. Dövrətmə periodu 0,2 saniyə olan pər 13 saniyədə neçə dövr edər? Deməli, periodun bizə veribdir. Periodu 0,2 saniyə. Daha sonra 13 saniyədə zamanı veribdir. 13 saniyə. Və bizdən dövrlərin sayını, yəni n-i tapmamızı istəyir. Biz burada periodun düsturundan istifadə edirik. Period t bərabərdir, böyük t bərabərdir. Kiçik t bölünsün, böyük n düsturundan tapılır. Və burada bizdə period var, zaman var, amma n yoxdur. Buradan n-i tapsaq, biz bu qaydanı bilirik əvvəlki izahlardan. Periodun məxəzinə 1 var, bunlar çarpaz vurulur. Yəni, kiçik t bərabərdir. T vurulsun n, buradan da n-i tapsaq, o da bərabər olar. Period keçər digər tərəfə, bölək olar. Kiçik t bölünsün böyük t. Bu, dövrlərin sayının düsturu oldu. Deməli, kiçik t-ni bizə veribdir 13 saniyə və periodu veribdir 0,2 saniyə. Biz bunu bölsək, 13-ü 0,2-yə bölsək, 130 bölünsün 2 bizə verər 65 dövr. Cavab olar B variantı. Baxaq 28-ə. İdmançı radiusu 50 metr olan çevrə üzrə 4,5 dövr qaçdı. İdmançının getdiyi yolu hesablayın. Yenə, həmişə kimi verilənləri qeyd edirik. Bizdən nə verilir? İdmançının çevrənin radiusu 50 metr. Daha sonra çevrə üzrə 4,5 dövr qaçdı. Dövrlərin sayı verib 4,5 və bizdən pi-nin qiymətini verib. Pi də bərabərdir 3-ə. Bizdən nəyi tapmamızı istəyir? İdmançının getdiyi yolu. L bərabərdir sual. İdmançının getdiyi yolu bayaq, yəni çevrə üzrə qaçırsa bunu necə taparıq? Çevrənin uzunluğu vurulsun dövrlərin sayı. Yəni 2 pi r vurulsun dövrlərin sayı. O da bərabərdir. 2 vurulsun 3, pi-ni 3 verib. Radiusu verib 50 metr, vurulsun dövrlərin sayını verib 4,5. Bunu da vursaq
deməli neçə eləyər? 9, 9 dəfə 5, 45, 450, onu da 3-ə vursaq 1200, 1350 metr. A variantı. Baxaq 29-a. Saat əqrəbi istiqamətində çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin B nöqtəsində sürəti hansı istiqamətə yönələr? Saat əqrəbi istiqamətində hərəkət eləyirsə və bu cisim, məsələn, tutaq ki, A nöqtəsindən hərəkətə başlayıb. Saat əqrəbi istiqamətində bu şəkildə hərəkət edir. A nöqtəsində bunun sürəti bu şəkildə, sürət bilirik ki, çeviri üzrə hərəkətdə çevrəyə toxunan istiqamətdə yönəlir. Bu nöqtədə bu şəkildə yönələr, B nöqtəsində bu şəkildə yönələr, C nöqtəsində bu şəkildə və D nöqtəsində də bu şəkildə yönəlmiş olar. Yəni, hər nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir sürət. B nöqtəsində aşağı yönəlir. Sonra baxırıq, burada elə aşağı A variantıdır. 30. A nöqtəsindən, deməli, 30-a baxırıq. A nöqtəsindən çevrə üzrə bərabər sürətli hərəkətə başlayan cismin dövr etmə periodu 4 saniyədir. 6 saniyə sonra bu cismin sürətinin istiqamətini oxla göstərin. Deməli, bizdən verib ki, period 4 saniyədir. Yəni, bu cisim çevrə üzərində A nöqtədən hərəkətə başlayırsa, elə yenidən A nöqtəsinə qayıtmağa 4 saniyə vaxt sərf edir. Sonra orada qalır 12 saniyəsi, 2 saniyəsi. Gəlin, əvvəlcə baxaq bu cisim. Çevrənin, məsələn, 4 hissəyə bölək çevrəni. Bu birinci hissə, bu ikinci hissə, bu üçüncü hissə, bu isə dördüncü hissə olsun. Cisim bu hissələri neçə saniyə gedir? A nöqtəsindən B nöqtəsinə. Ümumi 4 hissəni bu 4 saniyə gedirsə, bərabər sürətlə hərəkət edir axı. Onda hər hissəni 1 saniyə qət etmiş olur. Yəni, A nöqtəsindən B nöqtəsinə bu cisim 1 saniyəyə, B-dən C-yə 1 saniyəyə, C-dən D-yə 1 saniyəyə, D-dən A-ya yenidən 1 saniyəyə getmiş olur. Biz artıq bunu da bildik. Yəni, cisim çevrənin hər hissəsinə 1 saniyə vaxt sərf edir. Onda biz belə düşünək. Bu cisim A nöqtəsindən hərəkətə başladı və yenidən A nöqtəsinə gəldi. 4 saniyə keçdi artıq və bizdən 6 saniyə sonra istəyir. Deməli, burada neçə saniyə qaldı? 2 saniyə qaldı. Həmin 2 saniyədə harda olar? 1 saniyə gələr B nöqtəsinə, növbəti 1 saniyə isə gələr C nöqtəsində olar. Deməli, cisim 6 saniyə sonra hansı nöqtədə olur? C nöqtəsində. Və bizdən bu nöqtədə bu cismin sürətin istiqamətini istəyir. Bayaq baxdığımız məsələdə sürət necə yönəlir? Çevrəyə toxunan istiqamətdə, bu şəkildə. B nöqtəsində aşağı, deməli, bu şəkildə gəlir və C nöqtəsində də cismin sürəti bu şəkildə yönəlmiş olur. Sonra baxaq 31-ə. Onu biraz sildim. 31-də deyir, 12 metr bölü saniyə bərabər sürətlə hərəkət edən cisim yarımçevrənin A nöqtəsindən B nöqtəsinə neçə saniyəyə çatar? Deməli, yarımçevrənin A nöqtəsindən B nöqtəsinə. Bu hissə yarımçevrədir və buradan A nöqtəsindən B-yə neçə saniyə çatdığını soruşur bizə. Biz əvvəlcə verilənləri qeyd edək. Bizə nə verilib? Sürət verilib 12 metr bölünsün saniyə. Daha sonra pi-nin qiyməti verilibdir 3, radius verilib, çevrənin radiusu 120 metr. Başqa nə verilib? Başqa heç nə verilmir və bizdən zamanı tapmağımızı istəyir, t-ni. Bunu necə taparıq? Bunu tapmağın bir neçə yolu var. Mən təklif verirəm ən rahat yolunu. V bərabərdir 2 pi r bölünsün t. Buradakı t nədir? Period. Deməli, buradan biz t-ni tapsaq və daha sonra həmin t-ni 2-yə bölsək, çünki bu yarım çevrədir də, yəni bir çevrənin yarısıdır. Bir çevrənin t müddətinə gedirsə, həmin çevrənin yarısını onda t bölünsün 2 müddətə gedər. Onda biz bu t-ni tapıb 2-yə bölsək, bizə cavabı vermiş olar. Buradan t-ni tapsaq, t bərabərdir 2 pi r bölünsün v alınır. O da bərabərdir 2 vurulsun 3 vurulsun radius 120 metr bölünsün sürət 12-dir. Buradan ixtisarlarımızı aparsaq, bu eləyər, deməli, buradan yazıram, t bərabər eləyər 60 saniyə. Yaxşı, bu 60 saniyə bir çevrəni 1 tam dövr edir. Onda çevrənin yarısını saniyə gedər, bölərik 60-ı 2-yə, bu da eləyər 30 saniyə. Baxırıq 32-yə. Aşağıdakı əməklərdən hansının vahidi beynəlxalq sistemdə əsas vahiddir? Beynəlxalq sistemdəki əsas vahidləri əvvəlcə buradan yazmaq istəyirəm. Beynəlxalq sistemdə əsas vahidlər bunlar: metr, saniyə, kiloqram, mol, kelvin, kandela, amper. 1, 2, 3, 4, 5, 6, 7. Bu 7 vahid beynəlxalq sistemdə
qəbul olunmuş əsas vahidlərdir. Bunlar isə, məsələn, təcilin vahidi nədir? Metr bölünsün saniyə kvadrat. Deməli, bu burada varmı? Yox. Bu əsas vahid deyil. Sürətin vahidi metr bölünsün saniyə. Əsas vahidimi? Yox. Qüvvənin vahidi Newton. Varmı burada? Yox. Deməli, bunlar əsas vahid deyil. Periodun vahidi nədir? Saniyə. Baxırıq, saniyə burada var. Yəni, periodun vahidi beynəlxalq sistemdə əsas vahidlərdən biridir. 33. Divar saatının dəqiqə əqrəbinin uzunluğu 6 sm-dir. Deməli, dəqiqə əqrəbinin uzunluğunu bizə verib 6 sm. Onun uc nöqtəsinin 30 dəqiqə ərzində yer dəyişməsini tapın. Bu dəqiqə əqrəbinin uzunluğu 6 sm-dirsə, biz bunu radius kimi qəbul edə bilərik. Çünki bu hərəkət eləyəndə bir çevrə cızır ətrafında. Həmin çevrənin radiusu isə həmin dəqiqə əqrəbinin uzunluğuna bərabərdir. 6 sm. Onun uc nöqtəsinin 30 dəqiqə ərzində yer dəyişməsini tapın. Bunun uc nöqtəsi 30 dəqiqə ərzində hara gəlir? 12-nin üzərindədir. 30 dəqiqədən sonra gələr hara? 6-nın üzərinə. Deməli, bunun yer dəyişməsi nə olar? Bu hissədən bu hissəyə olan bir xəttin uzunluğu olar. Bu hissədən bura olan xəttin uzunluğu nəyə bərabər olar bəs? Əqrəb burada 6 sm-dirsə, əqrəb gəlib bu tərəfə çevriləndə yenə burada 6 sm olar. Onda bunun uzunluğu, o xəttin uzunluğu 12 sm olar. Bu həm də onun yer dəyişməsi olar. Bunun bəs qayda ilə izah etsək, biz çeviri üzrə, deməli, buradan bir çevrə çəkim. Çeviri üzərində bir cismin yer dəyişməsi tapanda A nöqtəsindən, məsələn, burada B nöqtəsidir. Bu cismin yer dəyişməsi 2 radiusa bərabərdir. Cisim bu şəkildə olanda, onun yer dəyişməsi 2 radiusa bərabərdir. Yəni, 1 diametr də deyə bilərik, 2 radiusa deyə bilərik. 2 R-ə bərabərdir. Deməli, S bərabərdir 2 R-dir. Burada da radiusumuzu 6 verdiyinə görə bunun yer dəyişməsi eləyir 12 sm. 34. Uzunluğu 4 sm olan saniyə əqrəbinin uc nöqtəsinin sürətini təyin edin. Yenə, saniyə əqrəbi, baxın, buradakı şəkildə, bu saniyə əqrəbidir. Bu hərəkət eləyəndə nə edir? Ətrafında bir çevrə cızır. Həmin çevrənin uzunluğu nədir? Bu saniyə əqrəbinin uzunluğudur. Daha doğrusu, həmin çevrənin radiusu bu saniyə əqrəbinin uzunluğudur. Ona görə biz 4 sm yenə radius kimi qəbul edə bilərik. Deyirik, radiusu 4 sm-dir. Sürətini istəyir bizdən və P-nin qiymətini veribdir. P-nin qiymətini 3 verib və sürəti tapmamızı istəyir. Biz sürəti V bərabərdir, bayaq hesablayırdıq. 2pi R bölünsün T düsturundan hesablayırdıq. Yaxşı, burada 2 var, 2-ni bilirik, pi var, R var, T yoxdur sürət tapa bilməyimiz üçün. T nədir? Period. Saniyə əqrəbinin periodu nəyə bərabərdir? Bəs saniyə əqrəbinin periodu 60 saniyədir. Çünki saniyə əqrəbi 1 tam dövr eləyəndə 60 saniyə vaxt keçmiş olur. Deməli, period da bildik ki, 60 saniyədir. Artıq qiymətləri yerinə qoyub hesablaya bilərik. 2 vurulsun 3 vurulsun 4 sm. Elə cavabları bizə santimetr bölü saniyə ilə verib deyə onu çevirməyə ehtiyac yoxdur. 4 bölünsün 60. Bu 2, 3 vurulsun 6. Bunlar ixtisar edir. 4-ü ona bölsək bu eləyər 0,4 santimetr bölünsün saniyə. A variantı. 35. Fırlanan diskin üzərində hansı fiziki kəmiyyətlərin qiyməti sabit olur? Fırlanan diskin üzərində, əgər bir disk fırlanırsa, onun üzərində period, tezlik və omega, yəni dövrlər, omega, bir də dövrlərin sayı. Bunlar sabit olur. Period, tezlik, omega, dövrlərin sayı. 36. İdmansız diametri 50 metr olan çevrə üzrə A nöqtəsindən hərəkətə başlayır və 5 ton dövr edir. İdmansının getdiyi yolu və yer dəyişməsini hesablayın. Deməli, yolu necə hesablayarıq? Əvvəlcə, deməli, bizə diametr verib burada. Diametr 50 metrdirsə, onda radius nəyə bərabər? Diametr deyirik ki, bu çevrənin iki nöqtəsi arasındakı məsafət. Onda radius bunun yarısına, yəni 25 metrə bərabərdir. P-nin qiymətini verib 3, dövrlərin sayını verib 5 dövr və bizdən yolu tapmamızı istəyir. Yolu biz 2 pi vurulsun R vurulsun N düsturu ilə hesablayırıq. O da bərabər. 2 vurulsun 3 vurulsun radius 25 vurulsun dövrlərin sayı da 5. Bu neçə eləyər? 150, 150-ni 5-ə vursaq 750. Deməli, bunun getdiyi yol nə qədər oldu? 750 metr. Bəs yer dəyişməsi nəyə bərabərdir? Yenə yer dəyişmənin tərifini xatırlayaq. Cismin başlanğıc nöqtəsi ilə onun son nöqtəsini, yəni hərəkəti bitirdiyi nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçası. Bu cisim 5 tam dövr edirsə, məsələn, A nöqtə elə deyir özü, A nöqtəsindən hərəkətə başlayır və 5 tam dövr edirsə, bu yenidən A nöqtəsində dayanmış olur. 5 tam dövrün sonunda. Onda bunun başlanğıc nöqtəsi də A nöqtəsi oldu, son nöqtəsi də hərəkəti bitirdiyi nöqtə də A nöqtəsi oldu. Yəni bu nöqtələr üst-üstə düşür. Bu halda cismin yer dəyişməsi 0-a bərabər olur.
Deməli, getdiyi yolu tapdıq 750 metr, yer dəyişməni də tapdıq 0. Cavab olur D variantı. 37. Start nöqtəsindən hərəkətə başlayan 3 idmançı eyni anda başlanğıc nöqtəsinə qayıtdılar. İdmançıların sürətlərini müqayisə edin. Deməli, birinci idmançı, burada biraz sürüşmə olub. Bu birinci idmançıdır, bu ikinci, bu isə üçüncü idmançıdır. Bunlar deyir, start nöqtəsinə eyni anda hərəkətə başladı və eyni anda yenidən hərəkətə başladıqları nöqtəyə qayıtdılar. Onda bunların sürətlərini müqayisə edək. Biz sürəti müqayisə etmək üçün baxarıq nəyə? V bərabərdir. Deməli, 2 pi r bölünsün t düsturuna istifadə edə bilərik. Bunların hər biri eyni anda hərəkətə başlayıb və eyni anda hərəkəti bitiribsə, deməli, periodları eynidir hər üçünün. P-nin qiyməti hər üçü üçün eynidir, 2 də düsturdakı hər üçü üçün, yəni düsturda var, eynidir. Onda nə qalır? Bunların radiusları. V1, məsələn, buna yazarıq R1. Yəni, dolayısıyla sürət nədən asılıdır? Radiusdan asılıdır. Heç bu birləri yazmağa ehtiyac yoxdur. Sürət asılıdır radiusdan. Yəni, hansının radiusu böyük olsa, onun sürəti də böyük olmuş olur. Hansı çevrənin radiusu? Çünki bunlar hərəkət edəndə çevrə cızırlar. Çevrə boyunca hərəkət edirlər. Biz də buradan görə bilərik ki, birinci cismin hərəkət etdiyi çevrənin radiusu daha böyükdür. Onda V1 böyükdür V2-dən. O da böyükdür nədən? V3-dən. Cavab olur B variantı. Eyni sürətlə hərəkət edən iki velosipedçidən birincisinin təkəri 20 sm, ikincininki isə 25 sm olarsa, təkərlərin dövrətmə periodunu müqayisə edin. Deməli, yenə bayaq yazdığımız düsturu V bərabərdir 2 pi r bölünsün t. Buradan periodu tapsaq, t bərabərdir 2 pi r bölünsün v alınmış olar. Burada radius, deməli, eyni sürətlə hərəkət edirlər. Sürət hər ikisi üçün eynidir. Pi eynidir, 2 eynidir. Yəni, yenə periodun radiusdan asılılığına baxırıq. Baxırıq ki, period radiusdan necə asılıdır? Düz mütənasib asılıdır. Onda biz müqayisə edəndə deyərik T1, buna deyək T2. Hansının radiusu böyükdürsə, deyə bilərik ki, onun periodu da böyükdür. Baxırıq ki, ikincinin radiusu 25 sm-dir, birinci 20 sm-dir. Deməli, ikincinin radiusu daha böyükdür. Onda ikincinin dövrətmə periodları birincidən böyük olmuş olar. Baxırıq 39-a. Radiusu 8 metr olan çevrə üzrə hərəkət edən cismin t bərabərdir 2/1 period ərzində getdiyi yolun yer dəyişməsinə nisbətini tapın. Deməli, buradan bir çevrə çəkək. Bu çevrənin radiusu, məsələn, bura özümüzdən nöqtələr verək. A nöqtəsi, B nöqtəsi, bura olsun C, burada olsun D nöqtəsi. Bu çevrənin radiusunu bizə verib ki, 8 metrdir. Deməli, buradan yazaq. R bərabərdir 8 metr. Və cismin 2/1 period ərzində. Yəni, çevrənin 2/1 period nə deməkdir? Çevrənin yarısını getsin. Baxın, çevrənin yarısını gəldikdə, məsələn, A nöqtəsində hərəkətə başlayırsa, C nöqtəsində hərəkəti bitirir. Bu müddət ərzində bunun yolunu və yer dəyişməsinin nisbətini istəyir bizə. Gəlin əvvəlcə yolunu tapaq. Yolu tapmaq üçün biz istifadə edərik 2 pi r vurulsun n düsturuna. O da bərabərdir. 2 vurulsun pimiz, n-in qiymətini yazım. P-nin qiyməti 3-ə bərabərdir, vurulsun radiusun qiyməti 8 metrdir, vurulsun n, yəni dövrlərin sayı. Dövrlərin sayı burada neçədir? Görürük ki, çevrənin yarısını gedib. Onda dövrlərin sayı nəyə bərabərdir? 2/1. Bu zaman 2-lər buradan ixtisar gedər, 8 dəfə 3 eləyər 24 metr. Deməli, bu cismin yolu 24 metr oldu. Bəs yer dəyişməsi nəyə bərabərdir? Onu da buradan yazaq. Deməli, yer dəyişmə də bərabərdir. Biz bayaq demişdik. Cisim bu şəkildə çevrənin yarısını gedirsə, onun yer dəyişməsi nəyə bərabərdir? Radiusun 2 mislinə, 2 r-ə bərabər. O da 2 vurulsun radiusu 8 verib, 2-ni 8-ə vursaq eləyər 16 metr. Bu cismin yer dəyişməsi oldu 16 metr. 24 metri də, deməli, bizdən nə istəyir? Yolun yer dəyişməyi. L bölünsün S nisbətini istəyir. O da bərabər. L-in qiyməti 24-dür. S-in qiyməti də 24 metr. S-in qiyməti isə 16 metrdir. 24-ü 16-ya bölsək, bu da eləyər. Deməli, 8-ə ixtisar gedərlər, burada qalar. 8 ixtisar getsə, burada 2, burada da 3 qalır. 3-ü də 2-yə bölsək eləyər nə? 1,5. Bu nisbət bizə verir 1,5-i. Baxaq 40-a. Çeviri üzrə bərabər sürətli hərəkətdə dövrətmə periodunun radiusdan asılı qrafiki aşağıdakılardan hansıdır? Çeviri üzrə bərabər sürətli hərəkətdə dövrətmə periodu radiusdan düz mütənasib asılıdır. Cavab olur A variantı.